Salam hörmətli izləyicilər, bu dəfəki qonağımız Qafqaz Tarixi Mərkəzinin rəhbəri tarixçi alim Rizvan Hüseynovdur. Rizvan bəy, xoş gördük. Xoş gününüz, Səxavət bəy sizi və dəyərli izləyiciləri salamlayıram. Təşəkkür edirəm Rizvan bəy, minnətdaram. Yeri gəlmişəm, mən genelde heç vaxt demirdim, amma bunu demək məcburiyyətindəyəm. Deməli, kanalın analizinə baxıram. Deməli, abunələrdən daha çoxdur. Yəni 70% daha çox insan baxırlar. Ona görə də yəni ən azından təklif edirik ki, istəyənlər olsa kanala abunə ola bilərlər. Başlayaq. Mən də dəstəkləyirəm bu fikri ki, əziyyət çəkirsiniz də, yəni heç olmasa belə bir mənəvi dəstək verilirsə, abunə olunsa insan, heç olmasa şərh yazanda o da kömək olur. Ona görə mən də dəstəkləyirəm. Bunun üçün ən böyük dəstək olacaq. Rizvan bəy, sondan başlayaq. Artıq 2 gündür ki, İspaniya ilə biz Mərakeş arasında bir qalmaqalın şahidi oluruq. Və məlum məsələdir, minlərlə insan Mərakeşli birdən-birə qəflətən suyu üzərək keçməyə başladılar İspaniya tərəfə. Və mən detal vermək istəmirəm, yəqin ki, prosesləri siz də bilirsiniz. Yəni, bu proseslər necə idarə olundu, sosial şəbəkələr vasitəsilə çağırışlar, planlar və vəziyyət artıq İspaniyanın Şengen məsələsinə baxır, Avropa ölkələri, bir çox ölkələr və ümumiyyətlə bu prosesi necə dəyərləndirirsiniz? Bu təbii bir prosesdirmi, xalqların köçüdürmü? Yoxsa bu həqiqətən də son dönəmlər ümumiyyətlə Amerika və İsrailin ümumiyyətlə bu məlum proseslərdəki İspaniyanın davranışına qarşıdırmı? Bilirsiniz, ənənəvi olaraq iki tip belə məsələlərdə insan və ekspert var. Və mən onları hətta bilirsiniz necə bölürəm. Təsadüfə inananlar əsasən bu təkamül prosesinə bildiyinizdə inananlardır. Təsadüfən çıxdılar çölə, təsadüfən inqilab oldu və əla hər şey düzəldi. Necə ki, dünya güya ki, təsadüfən yaranıb. Amma hər halda biz anlayırıq ki, təsadüfən evin qapısı da açılmır. Hər şeyin bir nizamı, planı var. Və yəqin ki, bəzi qüvvələrə, insanlara belə yaşamağa, düşünməyə rahatdır. Biz isə sözsüz ki, çalışaq, burada biz zəncirvari hadisələrini görək. Mən bilən bu hadisələrin pik nöqtəsi dünya futbol çempionatı oldu və onun finalı. Biz tam bilirsiniz, yəni ki, yəqin ki, əksər bizim izləyicilər də anlayır ki, böyük idman, ələfsus futbol daha çox siyasətdir, nəinki idmandır. Və burada maksimum biz görürük, Amerika çalışdı, Donald Trump çalışdı ki, İngiltərə qalib gəlməsin və İngiltərə üçün isə prinsipial vacib idi ki, ənənəvi İngilis idman növü olan futbolda axır ki, 50 neçə il keçib, axırıncı dəfə Tofiq Bəhramovun düzgün qərarı ilə 1966-da yadınızdadırsa futbol çempionatında Almanya ilə Böyük Britaniya o vaxtdan qalibiyyət yoxdur və qarşısında iki sipər var idi. Biri Fransa idi, dırnaq arası çox yaxın dostdur İngiltərəyə, biri də Argentina idi. Həmçinin də Argentinanın tam qalibiyyəti onu göstərəcəkdir ki, İsrailin və şəxsən Netanyahunun dostudur, bilirsiniz, Argentinanın prezidenti. Və bu da bir nümayiş idi ki, Argentina və İsrailin dostları qalib gəlir, Trumpın dostları qalib gəlir, liberal dəyərləri və s. dəstəkləyənlər, solçu ideyanı və s. Amma finalda biz gördük ki, qoca Avropanın da futbol mafiyasında bilirsiniz ki, gücü həddindən artıq güclüdür. Və nəticə etibarilə tam başqa mənzərə oldu. İspaniyanın qalibiyyəti yaxşı mənada bütün İslam dünyasını qaldırdı və o İspaniya millisinin, İspaniya teleaparacılarının Fələstinə birbaşa həmin o qalibiyyətdən sonra dəstəyi, deyilən sözlər və məyusluğu əks tərəfini, Netanyahunun və Trumpın məyusluğu məndə o vaxt bir fikir doğurtdu ki, bunun bu xamur çox su aparacaq və həmən nə baş verdi? Gəlir konspirologiya deyirlər. Mən baxıram, bəziləri konspirologiya deyir. Gəlir bu konspirologiyanı araşdıraq. Cəmi 4-5 gün bundan əvvəl Mərakeşdə, bilirsiniz də, həmin Seuta ərazisi İspaniya nəzarəti altında olan bir Mərakeş ərazisidir. Harada ki, İspaniya qanunları qismən işləyir. Birdən, haradasa 3-4 gün bundan qabaq Amerikadan böyük bir delegasiya gəlir Mərakeşə
Mərakeş dövlətinə dəstək, səhranın üzərindən yeni bir yol layihəsi və yolun adı Trump yolu qoyulur. Nəsə tanış gəlir, hə? Böyük sərmayə və Amerika bildirir ki, Mərakeşin işğal olunmuş əraziləri, Seut və onun ətrafı tanınmalıdır işğal olunmuş ərazi kimi. İsrail də bunu dəstəkləyir ki, İspaniya İsrailə qarşı Qəza zolağında güya ki, hansısa işgəncələrdən danışır, kolonial siyasətdən, amma özü Seutanı işğal eləyib, koloniyaya çevrilib. Yəni, bu konspirologiya deyirlər də. Bax, bu faktlar və bundan sonra bilirik ki, bəzi güya ki, işbazlar, miqrantların, bilirsiniz də, miqrantlar bəlli bir pullar verir ki, Avropaya düşməyə. Bu xüsusi bir işbaz qrupları var. Bunlar sosial şəbəkələrdə birdən bir məlumat yayır ki, Seuta vasitəsilə bax, indi kim getsə, tamam gedib İspaniyada vizanı alacaq, ondan da sonra oturum alacaq və Avropa İttifaqı vətəndaşı olacaq. Və bu tez bir sürətlə sosial şəbəkələrdə yayılır. Afrikanın hər kəndində, hər telefonunda bu xəbər gəlir ki, dur qaçqınla Seutaya, oradan min gəmiyə olursan Avropa vətəndaşı. Yəni ki, bu belə. Nəticə də göz qabağında və həmən biz görürük ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamenti, sonra İsrailin həmin o radikal nazirləri çıxış etdi ki, bu nədir? İspaniya görür, necə insan haqlarını tapdalayır, koloniya. Bu da hamısı konspirologiya, bəli. Yəni ki, biz görürük ki, bu həm futbolda qalibiyyət, həm İspaniyanın, bilirsiniz, 3-4 gün bundan əvvəl də rəsmi Madrid imtina etdi öz hərbi bazalarını və avio bazalarını Amerika tərəfinə verməyə ki, onun üzərindən uçuşlar və İranı bombalamaq icra olunsun. Yəni, Madridin də rolu bu məsələdə böyükdür. Yəni, bunların hamısını toplayanda biz görürük ki, bəli, çox gözəl bir konspiroloji dırnaqarası nəticə əldə edə bilərik ki, niyə indi bu məsələni Seuta ətrafında qaldırdı? Biraz da gülmək üçün mən bir şey deyim. Demək, Türkiyə ilə bu Fələstin məsələsində və İran məsələsində, xüsusən Fələstin məsələsində Türkiyə və İspaniyanın bir sosial şəbəkələr üzərinə bir qardaşlığı məsələsi çıxdı ortalığa. Bir-birinə biz qardaşıq filan. İllər öncə Suriyalılar Türkiyəyə milyonla axın elədilər. İndi də Mərakeşlilər İspaniya. İkisi də elə qardaş olduqlarını buradan da göstərmiş oldular. Rizvan bəy, ümumi bir məsələ var. Məsələn, İtaliya və yaxud da ki, bəzi ölkələr, ümumiyyətlə Avropanın bir çox ölkələri İspaniya ilə Şengen məsələsini aradan qaldırmaqla bağlı qərarlar verdilər. Və biz həm də məsələn, mən bir çox Avropalı ekspertlərin və yaxud da ki, Avropalı ümumiyyətlə jurnalistlərin yazılarına və yaxud da çıxışlarına diqqət elədim. Açıq şəkildə qeyd edirlər ki, Avropa üçün çox çətin bir dönəm gəlir. Söhbət təkcə Mərakeşlilərin ora keçməsindən getmir. Bundan əvvəl baş verən proseslər və ümumiyyətlə Afrikalıların, Ərəblərin, Suriyalıların və digər ölkələrin ümumiyyətlə Avropaya axın etməsi, bu ölkənin içərisində, yəni Avropanın içərisində çox ciddi problemlər. Yəni Avropanın problemi təkcə sanki Rusiya deyil, həm də kənardan gələn, yəni bu tip məsələlərdir. Ümumiyyətlə Avropanın indiki vəziyyətini, Avropa İttifaqının indiki vəziyyətini necə dəyərləndirirsiniz? Burada da təsadüf deyilən bir şey yoxdur. Ankarada keçirilən NATO zirvəsində, hansının ki, əsas təşəbbüskarı elə Trump idi. Məqsəd nə idi? İrana qarşı və yaxın şərqdə Amerikanın İsraillə icra elədiyi döyüş əməliyyatlarında NATO ölkələri, Avropa İttifaqı ölkələri birbaşa dəstək verməli idi, amma istənilən dəstəyi Trump almadı. Yəni, istədiyi keyfiyyətli koalisiyaya formalaşdıra bilmədi. Sadəcə olaraq Böyük Britaniya quru söhbət olaraq dedi ki, dəstək verərəm. O da Avropa İttifaqı ölkəsi deyil. Və Fransaya dedi ki, bəli, mən də çalışaram dəstək verim, amma hələ ki, o dəstək haqda ciddi bir faktor yoxdur. Qalan Avropa ölkələri ya neytral bir mövqedən çıxış etdilər, ya da ümumiyyətcə İspaniya kimi sərt bildirdilər ki, heç bir prosesdə iştirak etməyəcək və yaxud İtaliya kimi neytral negativ mövqeyi bildirdilər ki, heç istəmir, bizə lazım deyil bu. Yəni, bizə heç elan olunmamış, heç Trump müharibəni fevralda başlayanda heç müttəfiqlərə, NATO müttəfiqlərinə heç bildirməmişdi ki, belə bir hərbi əməliyyat keçiriləcək. İndi isə deyir, gəl mənə kömək eləyir.
Elə İsraillə birgə planlaşdırmışdıqsa, özünüz də gedib həll edirsiniz. O baxımdan təzyiq mexanizmi sözsüz ki, Avropa İttifaqına qarşı istifadə olunacaq və ən zəif nöqtələrdən də biri miqrant məsələsidir. 2000-sə yadındadırsa 2021-də də həmin o Ceuta istiqamətində cəza mexanizmi kodlanmışdı və dəfələrlə bu baş verib. Yəni ya Avropa İttifaqı məcburdur ki, qanunvericiliyində dəyişikliklər etsin, daha sərtləşsin və əslində elə bəlkə də məqsəd də budur ki, fikir verirsə, əksər Avropa ölkələrində hakimiyyətə gəlir sağçı radikal qüvvələr, millətçi qüvvələr, hansılar ki, deyir ki, dövlət qanunları Avropa İttifaqının qərarlarından üstün olmalıdır. Suveren dövlət qurmalı yox. Brüsseldə qərar verirlər, miqrantlar tökülür bizim ölkələrə falan beş məkan. Mən bilən bu da bir siyasi prosesə təkan rolu verəcək və burada düşünülmüş bir siyasət var. Əsasən hədəfdə bilirsiniz ki, yaxın zamanda Almaniyada seçkilər indi gedir və Almaniyada böyük ehtimal ki, radikal sağçılar yeni hakimiyyəti formalaşdırsın. Fransada da Marine Le Pen həmin prosesi gedir. Yəni sağçılar, sosialistlər, solçular birləşərək istəyir hakimiyyəti ələ keçirsin və bunların hamısının əsas şüarı suveren milli dövləti qurmaqdır. O baxımdan Fransa, Almaniyaya təsir üçün mən bilən həmçinin bu mexanizmlər, bu hadisələr istifadə olunur. Rızvan bəy, gəlmişdən sizin o konspiroloji məsələnizdə bir əlavə bir dəstək olaraq başqa bir informasiya deyək. Misal üçün, Mərakeş əslində İbrahim sazişlərini imzalayan və buna sadiq olan ölkələrdən biridir. Və sualım elə İbrahim sazişləri ilə bağlıdır. Biz nəyə şahid olduq? Trump rəsmən bəyan elədi ki, yəni İbrahim sazişlərinə dövlətlər qoşulmalıdır. Hətta Səudiyyəni şirinlikləşdirmək üçün qeyd elədi ki, onlara atom, yəni stansiyası falan, yəni nüvə sahəsində işlər verməlidir. Hətta qeyd olundu ki, ümumiyyətlə orada uranın zənginləşdirilməsi məsələsinə ümumiyyətlə nəzarət belə olunmaz. Və məsələn bir çoxları belə deyir. Misal üçün əslində də belədir. Məsəl üçün də məsələn İbrahim sazişləri sırf Yahudilərlə, sırf ərəblər arasında bir müqavilə kimidir. Amma biz burada bir Qazaxıstan da gördük. Misal üçün Qazaxıstan da İbrahim sazişlərinə qoşuldu. Qazax hara, ərəb hara, ümumiyyətlə o coğrafiya hara biraz fərqli bir məsələdir. Və bir çox ölkələr var, deyirlər ki, məsələn bəzi ölkələrin adlarını açıqlamırlar, amma bir çox ölkələrə təklif götürüldüyü ilə bağlı da məlumatlar var. İndi sizdən xahiş edirəm. Birincisi, bu İbrahim sazişlərinin əsl mahiyyəti nədir? Bunu və bu İbrahim sazişləri ümumiyyətlə genişlənsə hansı hadisələr baş verə bilər və ardınca da sualım olacaq yenə bu yöndə. Deməli, çox gözəl vurğuladınız. Ənənəvi tarixi olaraq Mərakeş İsrailin müttəfiq səviyyəsində olan bir ölkədir. Mərakeşdən həmişə daimi böyük köçlər olurdu İsrailə. Yəni İsrail-Mərakeş münasibətləri çox belə istidir. Bu da konspiroloji bir dəstəkdir. Yəni bu hadisələrin gedişatında hansı rol ola bilər? O ki qaldı İbrahim sazişlərinə. İbrahim sazişlərinə imza atan ölkələr hamısı zərbə altındadır. Əksəriyyəti İran tərəfdən zərbə yeyir. Bu da çox sağ ol. Yəni faktiki olaraq başqa meyarlar və məqsədlər elan olunsa da İbrahim sazişlərinin əsas məqsədi İsrail ətrafında bir güvən xalqası yaratmaqdır. Həm enerji təhlükəsizliyini təmin etmək üçün İsrailin, həm də ki, zərbə yeyəndə tək İsrailə yox, həmin İbrahim sazişi imzalayan ölkələrə də zərbə dəysin və bu belə də ağırlığı onlar da hiss eləsin. Trump'a Amerikaya zərbə dəymir ki, yox. O baxımdan, məsəl üçün, mən bilirsiniz ki, əvvəldən hətta təklif gələndə ki, Azərbaycan da güya qoşulacaq və bizə təklif gəlmişdi Amerikadan, İsraildən, İbrahim sazişlərdən. Mən sərt çıxış edirdim ki, ehtiyac yox, yəni Azərbaycan maraqlarına heç bir tərəfdən, hardan baxsan ehtiyac yoxdur. Bizim İsraillə heç bir problemimiz yoxdur ki, biz İbrahim sazişini imzalayaq. İkincisi, biz Semit millət deyirik, yəni ki, burada məqsəd nədir? Qohumdular, Yahudilərlə ərəblər qohumdular və Sami millətlərdir. Və bu qohumluğu, dostluğu möhkəmləndirmək üçün İbrahimi saziş, İbrahim Peyğəmbər bulan ümumi əcdadıdır deyənə, o baxımdan da bu sırf ərəb və Yahudi xalqları üçün, dövlətləri üçün keçərlidir. O ki qaldı Qazaxstana. Burada bəzi beynəlxalq siyasətdə Qazaxstanın maraqları var idi. Bəzi projelərdə İsrail və Amerikadan
dəstək umurdu Qazaxıstan və mürəkkəb regionda olduğuna görə Rusiyaya və Çin arasında da olduğuna görə bəzi dəstək, həmçinin də hərbi siyasi dəstək axtarırdı deyənə o sənətə imza atıb. Həm də coğrafi olaraq Qazaxıstan kənardadır, bilir ki, zərbə yeməyə ehtimalı da minimum sıfıra bərabər. Bəli, bu İbrahim sazişləri təbii ki, məsələn, İran, siz qeyd elədiniz ki, İran onların hamısını vurur. Ümumiyyətlə, bu sazişlər bizim region üçün hansı təhdidlər yarada bilər, ümumiyyətlə, hansı təhlükələr yarada bilər? Yəni, faktiki olaraq, məsəl üçün, biz son günlər İranla Azərbaycan arasında da ən azından informasiya məkanında vəziyyətin gərginləşdiyini şahid oluruq. Misal üçün, AzTV məsələsi çıxdı, bizimkilərin o Sahar və Mehr xəbər agentliklərin reaksiyası oldu. Ardınca mən sosial şəbəkələrdə bizdən o tərəfə, onlardan bu tərəfə, mətbuatın özündən, hətta bəzi mətbu orqanlara İran səfirliyinin bir məktubu da çıxdı ortalığa ki, yəni tənqidi ki, yəni niyə bu formada? Bu bizə təhdid yaradırmı? Bu hansı reaksiya, nəticələr verə bilər? Düzdür, İran-Azərbaycan münasibətləri xeyli düzəlib və bu İranda hakimiyyət faktiki, daxili hakimiyyət dəyişmə, kadr dəyişməsi baş verib, bəlli müharibə hadisələrində əksəriyyəti ya öldürülüb, ya da ki, kənarlaşdırılıb. Mən sizin də efirdə demişdim ki, yeni hakimiyyətdə daha böyük rol Təbriz və Azərbaycanlılar oynayır və onların öndə gedəni Prezident Pezeşkiyandır, yəni maraqların. Düzdür, başqa maraqlar da var və s. və ilahır və mən bilən İran daxili Azərbaycanla bağlı həmin qüvvələrin toqquşması var. Bir qrup dediyim kimi daha meyillidir ki, geniş iqtisadi əlaqələr Azərbaycanla yaransın. Azərbaycan vasitəsilə İran malları, həmçinin enerji, qaz, neft və s. dünya bazarlarına gələcəkdə çıxa bilsin. İran kənd təsərrüfatları, əksər deyəndə kənd təsərrüfatı deyəndə Azərbaycan, Cənubi Azərbaycanda olan belə deyək, kənd təsərrüfatı malları Azərbaycan vasitəsilə Rusiya və başqa bazarlara daha geniş getsin və s. Amma dediyim kimi, bu başqa qüvvələrdə İranda bu məsələdən narazıdır. Ona görə ki, daima Azərbaycanı öz konsepsiyasında düşman görürlər, Ermənistanı dost görürlər. O baxımdan bu iki qruplaşmanın toqquşmasının bəlkə də təzahürüdür baş verən hadisələr. Bir də dediyim kimi, İranda yeni formalaşan Azərbaycan mərkəzli, belə deyək də, hakimiyyət biraz tələsir, daha geniş və tez, çevik bəzi hadisələri və əlaqələri genişləndirmək istəyir Azərbaycanla. Bu da ki, mən bilən biraz bu vəziyyətdə müharibə gedişatı gərək sonu biz anlayacaq ki, İran bu müharibədən necə çıxdı? O baxımdan, yəni bu dediyim kimi, bütün bu maraqların toqquşmasının təzahürüdür, yəqin ki, baş verən hadisələr. Rizvan bəy, bu yəni bir Hörmüz boğazı istiqaməti var, iki Bab-el-Məndəb boğazı istiqaməti var və orada Husilər Səudiyyənin tankerlərini vurdu, yəni yük gəmilərini də vurdu. Bundan əlavə orada müəyyən qısa müddətli bir toqquşmalar da oldu, hətta quruda da toqquşmalar baş verdi. Və Səudiyyə Ərəbistanı çıxdı, bir bəyanat verdi və bildirdi ki, onlar ümumiyyətlə Bab-el-Məndəb boğazını Qırmızı dənizin təhlükəsizliyi üçün bir neçə ölkələrlə razılaşıblar və bir koalisiya qurublar. Burada sual nədir? Bu koalisiya qurduqları ölkələrin adları açıqlanan ölkələrin hamısı müsəlman ölkələridir, Türkiyəyə qarşı. Və bu ölkələr, Husilər kimə qarşı döyüşür? Məsəl üçün Amerikaya qarşı döyüşür və yaxud da ki, İsrailə qarşı döyüşür və yaxud da ki, Fələstini müdafiə edir və yaxud da ki, müsəlmanları müdafiə edir. Amma Səudiyyə bir koalisiya qurulur və o koalisiyanın içərisində də yenə də müsəlman ölkələri. Bunun anlamını açmağınızı istəyərdim. İkincisi, məsəl üçün, Səudiyyə birinci dəfə deyil ümumiyyətlə Husilərə qarşı koalisiya qurub. Tarixdən siz onu daha dəqiq deyə bilərsiniz ki, bundan əvvəl də qurduqları koalisiya məğlubiyyətə uğramışdı. Ümumiyyətlə, Qırmızı dənizin vəziyyəti, Bab-el-Məndəb boğazının vəziyyəti və bu Səudiyyənin bu gedişatları nə ilə nəticələnə bilər regionda? Səhv etmirəmsə, bizim son efirimizdə də biz Fars körfəzi, Hörmüz boğazı haqqında danışanda mən təxmin elədim ki, Bab-el-Məndəb ondan sonra növbəti bir hədəfdir. Buradan da biraz da belə deyək də çalışım bir təxmin edeyim ki, bundan sonra Süveyş kanalı ətrafında, yəni ki, Misirdən
Qara Dənizdən Aralıq dənizinə bilirsiniz, ən strateji keçid olan Süveyş kanalıdır. Burada da bəzi gərginliklər yaşayacaq. Ona görə də bu ittifaq da həmin ölkələrdir, hansılar ki, həyat qədər vacibdir. Səudiyyə Ərəbistandır, Misirdir, Birləşmiş Ərəb Əmirlikləridir və s. Bunlar üçün bu keçidlər, bu dənizlər strateji əhəmiyyət daşıyır və burada belə deyək, ara qarışmaq bunların həm biznes, həm iqtisadi, enerji layihələrinə ciddi zərbə vurur. Halbuki, məsəl üçün, hətta yadınızdadırsa bir müddət bundan öncə xəbər yayıldı ki, Səudiyyə ilə Türkiyə bir partnyorluq, əməkdaşlıq bir formatı. Mən onda dedim ki, mən inanmıram ki, o məsələdə Səudiyyə, Misir varsa, heç vaxt Türkiyə ilə müttəfiq ola bilməzlər. Əksinə, içəri gidib zərbə vura bilərlər. Nə yaxşı ki, hələ bu format heç formalaşmadan Amerika, İsrail zərbələrini vurdu İrana və vəziyyət bəlli oldu. Yəni, Türkiyənin nəqliyyat və enerji strategiyası bəllidir. Quru ərazilər üzərində. Biz görürük ki, bir gün bundan, 2 gün bundan öncə çox strateji əhəmiyyət daşıyan İraqla Türkiyə arasında bir saziş bağlandı və İraqdan təxmini təsəvvür edirik, ildə 50 milyon ton civarında neft gedəcək Türkiyə üzərindən Avropaya, Aralıq dənizi, elə həmin Ceyhan limanı və s. Düzdür, burada hələ hər şey həll olunmub, amma faktiki olaraq bu layihə ilə Fars körfəzinə çıxmadan, Bəsradan Fars körfəzinə çıxmadan İraq və ona yaxın ölkələr kim istəsə, rahat, stabil, təhlükəsiz quru yolla, borularla, neft boruları ilə neftini Aralıq dənizinə daşıyacaq. İkinci layihə, düzdür, o da mən biraz şübhə ilə yanaşıram, amma ümid eləyək, Türkiyə ilə Səudiyyə Ərəbistan Hicaz dəmir yolunu tikməyə planlaşdırırlar. O da Omandan başlayır, Hörmüz boğazından, sahillərindən başlayır. Hörmüzə girmədən, Fars körfəzinə çıxmadan birbaşa dəmir yolu gələcək Səudiyyə ərazisi, Oman, Səudiyyə ərazisi ilə, Suriyə ərazisi ilə Türkiyəyə, oradan da Aralıq dənizinə. Yəni, bu bizə onu göstərir ki, irəlidə, dənizlərdə, boğazlarda, keçidlərdə ciddi problemlər olacaq. Və bunu bilən ölkələr maksimum hazırlaşır ki, kim necə bacarır. Amma geosiyasi baxımdan Türkiyənin maraqları ilə Səudiyyənin maraqları tam üst-üstə düşə bilməz. Və yaxud Misirin maraqları ilə Türkiyənin. Ona görə 2-3 qütbli, görürük ki, 2 qütbli bir ittifaq da deyir də, alyanslar formalaşır və Amerikanın da marağı odur ki, İslam dünyası birləşməsin. Ki, mütləq olaraq İslam dünyasının içində maraqlar elə toqquşsun ki, bir səbətə, necə deyərlər, bütün gəliri qoya bilməsinlər. Həm şiə sünni istiqamətdə bir problemlər çıxsın, həm də ki, görürük ki, bu geosiyasi məsələlərdə bir mənalı, məsəl üçün, İslam dünyasında qarşılanmır Birləşmiş Ərəb Əmirliklərinin pozisiyası və İsrailə bəzi məsələlər, hətta soyqırım hadisələri Şimali Afrikada, Afrika buynuzu ölkələrində birbaşa iştirak. Yəni, bu proseslər davam eləyəcək, amma mənim şəxsi baxışım odur ki, ənənəvi tarixdə də mən məcburam tarixçi kimi həmin bu ərəb toplumları orta əsrlərdə və yaxud ərəb ölkələri nə qədər ki, Türkiyə və yaxud Osmanlıya qarşı savaşıblarsa, əks tərəf səlibçilərin belə deyək tərəfində, nəticə onlar üçün elə acı olub və qalibiyyət də əksər hallarda Türk-Müsəlman toplumunun olub. İnşallah da genelde belə bir proses yaşanacaq. Elə sərib demişkən, Rizvan bəy, bir çoxları hazırda baş verən prosesləri bir sərib yürüyüşü adlandırır. Siz necə düşünürsünüz bir tarixçi kimi? Bunun terminini mən 2012-də qoydum ki, bəs yeni səlib yürüyüşləri başlayıb, Suriyada hadisələr 2013-də, 14-də cərəyan eləyəndə, Ərəb dırnaq arası, Ərəb baharı başlayanda həmən səlibçilərin marşrutudur da, Şimali Afrika üzərindən Suriya, İraq, Yaxın Şərq, baxdım ki, hiçbir şey dəyişmir. Eyni marşrutdan eyni qüvvələr gəlir və məqsəd də necə ki, orta əsrlərdə Yerusalim krallığını qorumaq idi, səlibçilərin əsas forpostu idi. İndi isə İsraili qorumaqdır. Bütün bu oyunların məqsədi budur. Və bu səlib yürüyüşləri davam eləyir əsrdən əsrə. Hətta 1-ci Dünya Savaşında Avropa ölkələrinin Osmanlıya qarşı savaşmağı elə səlib yürüyüşlərin davamı idi. Osmanlı itirdi Yaxın Şərqi, Suriyanı, İraqı, geniş əraziləri, Hicazı, Məkkə, Mədinəni. Bu da həmin belə deyək, son 100 ildə yenə də səlibçilər
qalib gəlir. Hətta yenə də tarixi paralel verim ki, o vaxtki orta əsr səlib yürüşləri də səlibçilər üçün təxmini bir 100 ilə yaxın uğurlu oldu. Amma sonra Türk İslam dünyası əsasən türklərin ətrafında birləşdi və ölümcül zərbələr vuruldu həmin o səlibçilərə və onlara dəstək verən müsəlman toplumlarına. Yəqin ki, təxmin edirəm ki, bu dəfə də həmin ssenari təkrarlana bilər. Rizvan bəy, biz həm də paralel olaraq biz nəyi görürük? Avropadan danışanda, məsələn, Rusiya-Ukrayna müharibəsinin məsələn, şiddətlənliyinin şahidi oluruq. Və Ukraynada, məsəl üçün, Müdafiə Naziri dəyişdirildi və Müdafiə Nazirinin mən dünən müsahibəsini oxudum. Çox geniş bir müsahibə idi, hələ ikinci hissəsi də olacaq. Yəni, faktiki olaraq nəyi göstərdi? Müsahibədə düzdür, təbii ki, indi o müsahibədə onun intellekti, planı qoyuram onu bir kənara, yəni düşüncə tərz olaraq, intellekt olaraq çox mükəmməl bir menecer olduğunu göstərir. Amma açıq şəkildə də qeyd edir ki, silah şirkətləri, bəzi tenderlər, bəzi layihələr problem yaradırdı onun üçün və yaxud da ki, o hansı layihələrəsə qadağa qoyurdusa, həmən sonda onunla gətirdi, çıxartdı. Ümumi götürsək, biz Avropanın içərisində də biz görürük ki, bəzi artıq, məsələn, maşın şirkətləri var ki, məsələn, avtomobil şirkətləri var, bunlar keçirlər artıq, məsələn, Almaniyada falan bəziləri var ki, artıq keçirlər, silah sənayesinə keçirlər. Ümumiyyətlə, silah sənayesində olan şirkətlərin Amerikada fəaliyyəti var, Rusiyanın daxilində fəaliyyəti var. Yəni, ümumi biz götürsək, hazırda biz sual belə ola bilər. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi üzərindən bu silah şirkətləri, müdafiə sənayesi şirkətlərinin müharibələrin gedişatında rolu nə qədərdir və dövlətlər bu şirkətlərlə hansı formada bundan sonra davranmalıdır? İki, elə Azərbaycan qarışıq ki, sabah bu şirkətlərin quluna, köləsinə və yaxud da ki, bunların diktə eləyəcəyi bir vasitəyə çevrilməsin. Yəni, əslində bu təbii prosesdir ki, müharibələr genişləndikcə hərbi və transmilli şirkətlər, bu elə belə şirkətlər deyil, transmilli şirkətlərdir. Bu nə deməkdir? Yəni ki, ölkələri aşan bir maraqları birləşdirən, bazarları birləşdirən və transmilli şirkətlər bir neçə növ olur. Həm bankçılıq, maliyyə kredit sistemini nəzarət edən, iqtisadi kənd təsərrüfatına nəzarət edən, nə bilim, ərzaqçılıq, farmakologiya və s. qida sənayesinə, o ki qaldı hərbi sənayə və hərbi transmilli şirkətlərə, bunlar sözsüz ki, müharibələr gücləndikcə bunların rolu hakimiyyətdə də güclənir. Hətta birbaşa fikir verirsiniz, müharibə mərkəzində olan ölkələrin hakimiyyəti faktiki olaraq hərbi sənaye kompleksi və güc strukturlarının əlinə keçir. İstər Ukrayna, istər Rusiya. Rusiya da həmin vəziyyətdədir. Faktiki olaraq Kremlin içində həmişə deyirəm, o güc strukturları, xüsusi orqanlar və hərbiçilər bir-birinə savaşırlar. Kremli faktiki nəzarətə götürüblər. Başqa qruplar, iqtisadi və s. onlar zəifləyib. Və nə baş verir? Bu üz üstə bir narkomana bənzəyir və dozanın artırılmasına tələb olur. Yəni, hərbi sənaye kompleks nəticə etibarilə ancaq müharibədə maraqlıdır. Yəni, əgər başlı başına hərbiçiləri və hərbi sənaye kompleksi buraxsıq və onlara imkan versiq ki, siyasi hakimiyyətdə dayaqları tam möhkəmlənsə, onda ölkə heç vaxt müharibədən çıxmaz. Bu, əslində təbii prosesdir. Yəni, kimə verirsə, üzr istəyirəm, ticarətçilərə versin, ölkədə ticarətxanaya çevriləcək, bazara çevriləcək, bildiniz də. Və yaxud vergi sistemindən çıxan adamlara versin, ölkə başdan ayağa vergixanaya çevriləcək, boğulacaq. Nəsə, misallar çox çəkə bilərik. O baxımdan mən bilən ciddi krizis yaşayır Ukrayna hakimiyyəti. Səbəblər, bir neçə səbəb var. Birincisi, Avropa İttifaqından 90 milyar dollarlıq hərbi sənaye tranş gəlir. Böyük bir yemdir. Burada qaçılmazdı korrupsiya və bu 90 milyard pulun bölgüsündə hərbi sənaye kompleksinin transmilli şirkətlər və Ukrayna hakimiyyətində olan güc strukturları sözsüz ki, güclü bir savaşa giriblər. Və Fyodorov, belə deyək, keçmiş Müdafiə Naziri Fyodorov, bu kənar bir adamdır, menecer kimi gətirilib. Amma düzdür, onun da hər şey düzdür, onun da bəzi problemlər var. Başqa cürə mümkün də deyil. O, bu da pulların içində necə problemsiz. Sadəcə olaraq bu öz boyundan, şəksindən daha çox
məsələlərə girişib və bəzi korrupsiyon sxemlərə zərbə vurmaq istəyirdi. Bu korrupsiya sxemi də birbaşa bütün Ukrayna hakimiyyətini bürüyüb. Dediyim kimi əslində normal bir şeydir. Yəqin ki, Fyodorov ya bunu anlamayıb girişib, ya da ki, siyasi sifariş var qıraqdan. Yəqin ki, daha çox siyasi sifarişdir. Nəyə görə? Yürüşlər Kiyevdə görürsünüz də ixtişaşlar başlayır və bu Fyodorovun intervyusu bələndüz üst-üstə düşdü həmin ixtişaşlarla. Həftənin 4-cü günü, 3-cü günü intervyu çıxdı, 5-ci günü planlaşdırılan böyük bir ixtişaş və mitinqə harlandırdı bu məsələ. Deməli, burada maraqlar var və həmişə mən maraqları ciddi axtarıram. Bilirsinizmi? Hətta sizə bir düstur deyim ki, rahat olsun da. Əksər adamlar döyüşlərə baxır da, hərbi döyüşlərə. Mən bilən bu hərbi döyüşlərə yox, arxasında duran siyasi maraqlara baxmaq lazımdır. Amma biraz da dərinə geçsin. Siyasi maraqların arxasında nə olur? İqtisadi cib maraqları. Bax, o cib, iqtisadi maraq təmin olunmayana qədər siyasətçilərə əmr olunacaq ki, hərbiçiləri müharibəyə göndərir. Bax, belə bir düsturu mən sizə deyim. Ona görə məsələnin çözülməsi hərbi meydanda yox, hətta Nazirlər Kabineti və Nazirlərin otağında yox. Bu, daha belə deyək, kölgədə qalan transmilli şirkətlərin maraqlarındadır. O həll olunan kimi görəcəksiniz, hər şey oldu əla və nisbət. Rizvan bəy, elə bunu demişkən qeyd elədiniz ki, məsəl üçün Rusiyada hərbiçilərin və xüsusi xidmət orqanlarının ümumiyyətlə daha da güclənməsi ilə bağlı Trump nə idi? Putinin bir sərəncamı oldu. Qoşunların, yəni ordunun şəxsiyyətinin sayını artırmaqla bağlı 2 milyondan daha çox. Burada sualım nədən ibarətdir? Ümumiyyətlə Rusiyanın son dönəmlərki bir vəziyyətinə biz baxırıq. Faktiki olaraq müharibəni davam etmək və davam etməklə bağlı fikirlər səsləndirirlər və əməliyyatları ümumiyyətlə hətta Medvedev düzdür, Medvedev indi bilmirəm yəni nə qədər ciddiyə almaq olar, amma hər halda rəsmi də, yəni bu hər halda düzdür. Bizim Azərbaycanda deyirlər onu ciddiyə almaq lazım deyil, amma hər halda rəsmi şəxs deyir ki, Ukraynada ümumiyyətlə ki, xüsusi əməliyyatın artıq son mərhələsinə gəlib. Siz necə fikirləşirsiniz? Ümumiyyətlə Rusiyanın faktiki olaraq məqsədi indiki məramda, indiki vəziyyətdə məqsədi nədən ibarətdir? Rusiya fikirləşir ki, bu Ukrayna dayansa yenə də onsuz da bir böyük bir müharibəyə girəcək. Ukrayna müharibəsini mi davam elətdirir? Yoxsa həqiqətən də daha bir başqa bir təhdid var və yaxud da ki, başqa bir təhlükə varmı ki, yəni qoşunların sayını bu qədər artırır və yeni bir müharibəyə hazırlığın içərisindədir? Bəli, dediyim kimi, istər tək Rusiya, Ukrayna deyil də, hərbi transmilli şirkətlər ən güclülər Amerikadadır. Heç bir şey deyil və bunlar həddindən artıq güclənir, sifarişlər çoxalır, müharibələr harlanır və transmilli şirkətlər, hərbi transmilli şirkətlərin marağındadır ki, müharibələr daha çox genişlənsin. Və Trump da onlarla bəzi məsələlərdə əlbirdir. Ona görə də indi anlaşdı. Nəyə görə Trump özünü sülh göyərçini deyə hər yerdə müharibələr başlayır. Burada konkret maliyyə, cib marağı var. O baxımdan Rusiya, mən yarın ki sizə dəfələrlə demişəm, Amerika Birləşmiş Ştatları, yəni Trump hakimiyyəti Rusiyanı bu müharibədən çıxartmaq istəyir. Rusiya-Ukrayna savaşını. Bir cürə, nə bilim, yarı qalib, nətərsə bu Putin hakimiyyəti bu dırnaq arası qalibiyyəti xalqına satmalıdır. Amma burada ciddi problem nədir? Rusiya hakimiyyətində faktiki olaraq zəbt edən hərbi və başqa güc strukturları anlayır ki, müharibə dayanan kimi bunları cəzalandıracaqlar. Bu standart vəziyyət. İstənilən ölkədə standart vəziyyətdir. Ələfsus ucuzan ölkədə. Nə qədər də sinəsinə döysə, nə qədər də qışqırsalar, Rusov başları, Medvedevlər, o birisilər ki, qalib gəldi, mümkün deyil. Böyük yiyintilər var, böyük itkilər var və kimsə bu məsuliyyəti daşımalıdır. O baxımdan qəribə bir qalib gələn ölkələrdə belə hərbiçiləri cəzalandırırlar. Bəli, bəli. Ona görə deyirəm, təsəvvür edirsiniz, hələ ucuzan ölkənin başına nə oyun gətirəcəklər hərbiçilərin. O baxımdan hakimiyyəti zəbt edən hərbiçilər və xüsusi orqanların generalları istəyərlərmi ki, özləri özəliylə, necə deyərlər, özlərini həbs edib cəzalandırsınlar. Ona görə onların marağındadır ki, belə müharibə fason bir döyüşlər geçsin cəbhədə, mütləq deyil ki, aktiv döyüşlər geçsin, sadəcə olaraq hərbi vəziyyət davam etsin. Bunların da intellekti bundan o tərəfə yoxdur. Yaxşı, hərbi vəziyyət davam elədi. 2 il, 3 il, 4 il, 5-ci ilə. Çıxış nədir? Çıxış nəticə etibarıyla gələndə hərbi siyasi krizis olacaq. Bu qaçılmazdır. Həm Rusiya üçün, həm Ukrayna üçün. Savaşdan çıxmaq
gətirəcək hərbi siyasi hakimiyyət krizisinə. Sadəcə olaraq əsasən Rusiya tərəfi buna hələ ki hazır deyil. Amma Trump tələsdirir. Ona görə ki, Rusiya yaxın gələcəkdə Amerikanın xidmətində, əsas Çin ətrafında bəzi şeyləri, işləri görməlidir. Yəni Trumpın demişəm də məqsədi Çinə qarşı bir koalisiya yaratmaqdır. İstər dənizlərdə, istər qurularda. Hələ ki bu alınmır. NATO və Avropa müttəfiqləri ümumiyyətlə dəstək vermir ki, nəyimizə lazımdır. Biz Şimali Atlantika alyansı yox, bizim nə itimiz azıb Sakit Okean sahillərində və s. Amma məsələ həll olunmalıdır axı. Və bu istiqamətdə, quru istiqamətdə ən ciddi problem Çinə Rusiya yarada bilər. Baxmıyoruz ki, Rusiya, mənə indi deyərlər, axı Rusiya-Çin münasibətləri möhtəşəm, gözəldir. Bəli, faşist Almaniyası ilə də SSR də gözəl müttəfiq səviyyəsində hərbi sənaye əməkdaşlıq səviyyəsində münasibətlər var idi. Amma burada xarici faktor, Böyük Britaniyanın o vaxtki rolu və s. öz rolunu oynadı. İndi də həmin məsələdir. Yəni Amerikanın öz maraqları var, Böyük Britaniyanın öz maraqları var. O baxımdan Rusiya üçün irəlidə olan savaşlar qaçılmazdır. Bunu anlayan Rus hakimiyyəti siz demişkən daha maraqlıdır, biraz Ukrayna cəbhəsində qurtdalansın. Nəinki ciddi böyük savaşa girsin. Əl-əfsus ki, böyük reformalara baş verəcək və hərbi, necə ki Stalin müharibə əsnasında əksər generalları ya güllələdi, ya uzun müddətli həbsə göndərdi. Bu vəziyyət yenə də qaçılmazdır. Bunu görən Rus generalları sözsüz ki çalışacaq ki, Ukrayna savaşı daha uzun çəksin, nəinki savaş qutarsın və onların başı ağrısın. Rizvan bəy, və biz gələk bizim öz regionumuza, Cənubi Qafqaza gələk çıxaq. Biz, məsələn, seçkilərə qədər Azərbaycanda elə bir fikir formalaşmışdı və yaxud da ki, hətta az qalmışdı ki, bəzi insanlar, hətta bəzi politologlar deyəcəm, az qalmışdı ki, Paşinyanın şəklini profilə qoysunlar, yəni belə sevirdilər də, sülh falan. Amma biz son günlər həmən eyni adamların belə fərqli yazılar yazdığını, fərqli ümumiyyətlə fikirlər səsləndirdiyini şahid oluruq. Ümumiyyətlə, Ermənistanda birincisi nə dəyişdi? Və məsələn, Ermənistan, Paşinyan, məsələn, Rusiyaya getdi, Rusiyada qayıdandan sonra Avrasiya İttifaqı ilə bağlı fikirlər səsləndirdi. Daha sonra qeyd elədi ki, KTMT bizə lazım deyil, bizə lazım olanda bizə dəstək olmadı. Yəni, bəziləri deyir ki, ümumiyyətlə, Paşinyan Qarabağdan və yaxud da ki, nədənsə vaz keçib, amma mən şəxsən elə düşünmürəm. Siz necə düşünürsünüz bilmirəm. Yəni, bu adam hələ də onun yanğısı ilə gəlir ki, niyə Rus müdaxilə eləmədi ki, biz niyə məğlub olduq? Və ümumi, təbii ki, məsələn, Ermənistanın silahlanması var, Çinlə çox yaxşı, Azərbaycan da Çinlə müqavilələri var, Çinlə strateji bəyannaməsi belə var. Amma çox yaxşı silahlar alır. Yəni, biz daha çox Fransa və Hindistanı ön plana çıxardırıq. Amma Çindən aldıqları, məsələn, təhlil edəndə baxırsınız ki, Çindən aldıqları daha keyfiyyətli, daha yaxşı, daha müasir silahlardır. Ümumiyyətlə, Ermənistan məsələsi, Ermənistanın daim burada olması, ümumiyyətlə, Cənubi Qafqazda müharibə təhlükəsini artırırmı və biz ümumiyyətlə Ermənistan-Azərbaycan münasibətlərinin gələcək taleyini necə görürsünüz? Və əsas məsələ, insanları çoxları bu sualı verirlər. Ümumiyyətlə, bu Trump yolunun gələcəyi nədir? Belə deyək də, Səxavət bəy, Ermənistan bir proje olaraq həmişə bizim üçün, bu region üçün, türklər üçün problem yaratmaq üçün ortalığa gəlib. Elə-belə gəlməyib ki, 100 il bundan öncə. Və bunun missiyası budur. Və Ermənistan dövləti öz başına yaranmayıb ki, məsəl üçün, Ermənistan dövlətinin yaratma səbəbi xalq deyil ki, daxildə xalq. Yox, burada daxili yox, xarici siyasi maraqlar var idi və erməni lobbi və kilsəsinin icrası var. Ona görə erməni kilsəsi və xarici lobbi biraz yekəxana baxır dövlətə, Ermənistan dövləti. Sən yəni kimsən, öz dayaqlarınla yaşamırsan. Sadəcə olaraq bu yeni tarixdə böyük bir zərbə aldı erməni projesi. Dövlətdən söhbət getmir, dövlət onun içində bir zərrədir. Və bu proje ənənəvi olaraq Qərbin işinə yaramır. Böyük qüvvələrin ənənəvi olaraq. Ona görə hələ ki, İngilis sözü var, stand by, gözləmə rejimindədir. Amma siz demişkən enerji toplayır
mən təxmin edirəm ki, geci-tezi təxminən Ermənistan yenidən özünə gəlmək üçün 20-25 il vaxt lazımdır. Hətta bəlkə ondan da çox, amma mən biraz az dedim bəlkə daha çox. Necə ki biz 1-ci Qarabağ savaşından özümüzə gəlmək üçün təxminən o qədər vaxt bizə də lazım oldu. Halbuki bizə dəstək verən yox idi. O baxımdan bəli, hazırlaşacaq Ermənistan. Necə ki biz tədricən 1-ci Qarabağ savaşından sonra tədricən hazırlaşdıq, hamı gülürdü, heç kim inanmırdı. Ermənistanın hakimiyyəti başını itirmişdik o qələbədən sonra. Ona görə mən bilən biz bunu nəzərə almalıyıq və şəxsən sözün də efirdə demişəm, bizim məqsədimiz odur ki, erməni dövlətçiliyinin imkanlarını minimumu endirək. Minimum. Demirəm onların dövlətçiliyini tam ləğv eləyək, amma elə bir vəziyyətdə olmalıdır ki, o dövlətçilik regionlar bizə təhdid olmasın. Yəni bu biz onları nifrətdən deyir bu. Bu rasional düşüncədir ki, mən istəmirəm ki, mənim balalarım, nəvələrim yenə də o savaşa girsin. Nəyə görə? Erməni projesində dəstək verən qüvvələr nəyi gözləyir? Bizim zəifləyməyimizi. Gecə-gündüz yuxularında görürlər ki, Türkiyədə Erdoğan getdi, Azərbaycanda siyasi dəyişikliklər oldu, həmin məqamı gözləyirlər. Və məqamı gözləməyin tək oturub gözləmirlər, hazırlaşırlar. O baxımdan, yəni rasional düşünərək mən görürəm ki, bu təhlükədir. Bu təhlükəni biz minimuma indirməliyik və Trump yolu istəyir, Zəngəzur dəhlizi, bu prinsipial məsələdir. Bunu hər türlü biz etməliyik. İstəyir hərbi siyasi təzyiq vasitəsilə, mən inanıram ki, iqtisadi və başqa variantlarla alınacaq. Amma bunun bir pəncərəsi, imkanlar pəncərəsi var. O imkanlar pəncərəsi də Rusiya-Ukrayna savaşı qutarana qədər və yaxın şərqdə savaş gedənə qədər biz bu yolu tikdirməliyik. Mümkün deyil. Hansı yolundan sonra əgər bu məsəl üçün mənim təxminim odur ki 1 il, maksimum 2 il ərzində o yol tikilməlidir. Deməli indi 2026-dırsa 28-ci ilə qədər o iş görülməlidir ki, yeni formalaşan dünya reallığında hamı görsün ki bu baş verdi. Ortada qalmadı. Ona görə ki 2028-30-cu illərdən sonra tam yeni reallıqda yaşayacağıq. Tam yeni reallıqda və biz o reallığa hazırlaşmalıyıq. İnşallah gələcək efirlərdə biraz o yeni reallıq haqqında da danışarıq. Təbii, amma bu dəfə indiki reallıqla bağlı danışmaq istəyərdim. Biz söhbətə başlayanda Mərakeşdən başladıq və siz də qeyd elədiniz və informasiyalar da bu yöndə idi ki, sosial şəbəkələr vasitəsilə insanları yönləndirdilər də, açıq şəkildə yönləndirdilər. Burada mən kimsə başa düşməsin ki, mən deyim ki, sosial şəbəkələrə hansı o deputatlar kimi, nə bilim, şəxsiyyət vəsiqəsinə girmək lazımdır, nə ilə girmək lazımdır? Yox, yəni söhbət ondan getmir. Ümumiyyətlə, bizim son dönəmlər sosial şəbəkələrə biz baxanda, təbii ki, real həyatda təbii ki, biz bunu görmürük, bunu şahidi olmuruq. Amma sosial şəbəkələrə baxanda biz ölkənin bir neçə yerə parçalandığını görürük, elə bilirik ki, ölkə sanki parçalanır, yəni faktik olaraq. Təbii ki, sosial şəbəkələr üzərində. Amma bunu biz sahədə görmürük və məlum olur ki, bir çox insanların ümumiyyətlə iş marağında dediyin ki, kim nə baş verir, kim nə edir, kim nə danışır, kimi tutublar, niyə tutublar, nə məsələdir. Mən diqqətimi çəkən başqa bir məsələ oldu. Mən din fərqi yoxdur. Yəni hər kəsin inancına hörmət edirəm. Hətta inanmayanlara da öz hər hansı şəxsi qərarı var. Məsələn, fəlsəfi baxımdan ateizm, yəni insan fəlsəfi baxımdan ateist ola bilər, amma onun fəlsəfi yanaşması dindarlara qarşı heç vaxt yönəlmir. Məsələn, mən tanıdığım belə tip insanlar var ki, ümumiyyətlə belə bir şey yoxdur. Amma biz nəyin şahidi oluruq? Sırf bu İran məsələsində və Erdoğan məsələsində Azərbaycandakı ateist qrupumu deyim və yaxud da ki, ateist olmasın və yaxud da ki, qərb qrupu deyim və yaxud da ki, bilmirəm, yəni bunlar sırf bu məsələdə fəlsəfi olduğunu ən azından mənə inandıra bilməzlər. Çünki idarə olunan və yaxud da ki, belə deyim, təşkilatlanmış, yəni dünyada bəlkə də yeganə ölkə ki, ateizmin təşkilatlanmış bir formasının şahidi oluruq. Ümumiyyətlə, bu tip məsələlərin etnik fikir verilirsə, Kürt məsələsini atdılar ortalığa, bundan əlavə digər milli məsələlər atdılar, din məsələsi, şiəlik buradan, sünnilik buradan, yəni hər şey qarışıb bir-birinə. Amma sosial şəbəkə deyəndə, Rizvan bəy, həm də nəzərə alın ki, sosial şəbəkə deyəndə mən ümumiyyətlə YouTube-u da nəzərə alıram, bundan əlavə digər, yəni saytları da nəzərə alıram, mətbuatı da nəzərə alıram. Bax, bu vəziyyət nəyin göstəricisidir? Biz haralarda səhv eləmişik?
və düzümüz nə olmalı? Deməli, əfsuslar olsun, neçə illərdir də biz bu mövzunu qaldırırıq. Təxminən mənim dostlarım bəzilərini tanıyırsınız. Bu informasiya müharibəsində 20 ildəndir çox bu sahədə çalışırıq. Yəqin ki, bəlli təcrübəmiz var. Evet. Hətta fikir versiniz, mən heç bir təcrübə ilə paylaşmıram. Halbuki öndə gedən dünyada aparıcı bu sayədə olan transmilli şirkətlər və kampaniyalarla əməkdaşlıq etmişik. İllər boyu treninqlər keçmişik xaricdə, qərbdə. Yəni bütün o texnologiyanı bilirəm, amma heç vaxt o haqqda danışmıram. Nəyə görə? Nə danışdıqca əksinə əks tərəf, hansı ki onu bilməməlidir, o üsulları öyrənəcək. O ki qaldı süzdür, yəni bunu dövlət maraqlanmalıdır ki, sosial şəbəkəni idarə etmək termin olaraq düzgün deyil. Termin olaraq. Yəni, küləyi, havanı, enerjini sən istifadə edə bilərsən. Küləkdən, günəşdən, sudan. Belə bir prosesdir ki, sən onu yaradıcısı deyilsən. Ümumiyyətlə, data bazadır, internetdir, sən onun mərkəzi deyilsən. Sən istifadəçisən. Ölkə olaraq, cəmiyyət olaraq hamımız istifadəçiyik. Və burada yenə də transmilli maraqlar var. O ki, o qruplardan danışdınız, gah ateist, gah feminist, nə bilim, nəist, deist. Bunlar mütləq olaraq xaricdən idarə olunur. Bu insanların əksəriyyəti və yaxud bunların kuratorları dediyim bəlli mərkəzlərdə treninqlər keçir. Bəlli dəstək var, informasiya dəstəkləri var. Heç onların səhifələri blok olunmur. Məsəl üçün, biz elə üsullar bilirik ki, yumdurarıq onların ağzını. Heç bir şey, səslər də ehtiyac olmayacaq ki, bilirsiniz də bu haqda geniş. Amma çətin, birincisi buna dəstək verən bəzi, biz bunu sizə açıqlaya bilərəm də, 2015-2020-ci illərdə ermənilərə qarşı çox effektiv istifadə elədik. İndiyənə kimi batırılan elə erməni saytları və elə bir ictimai fəallar var ki, adlarını itiriblər, unudublar. Amma vaxt var idi, onlar at oynadırdı meydanda. Bu təcrübəni yığdıq, bu qruplarla bunu necə etdik. Amma sonra dedilər ki, biz qalib gəldik və informasiya savaşına ehtiyac yoxdur. Və bilirsinizmi, bu elə bir sahədir ki, üzr istəyirəm, bunu stand-by'a qoymaq olmur. Bu adamlar qidalanmalıdır. Bu mütəxəssislər yaşamalıdır, dolanmalıdır. Onlar oturub gözləməyəcək. Onlar çıxıb gedəcək başqa ölkələrə və yaxud başqa layihələrdə işləyəcək və bir də qayıtmayacaq. O baxımdan bu baş verdi. Bu baş verdi və indi, məsəl üçün, hətta desələr ki, vətən dardadır, informasiya müharibə yenidən xarlanır. Şəxsən mənim ətrafımda olan adamlar və özüm də mən marağımda deyil. Nəyə görə? O təcrübə, o imkanlar, o insanlar hamısı dağılıb gedib. Düzdür, təcrübə qalıb, amma yenidən sıfırdan başlamağa həvəs qalmayıb. Dediyim kimi, amma məsələn, həlli güclə deyil. Kimisə həbs eləməklə o mındarlar, adam deyirlər onlar. O bir-iki nəfər həbs olunub. Onların məqsədi nədir? Elə məqsəd odur ki, onları əssinlər, onları həbs eləsinlər. Ondan sonra Avropada bəlli qurumlar onlara dəstək versin. Bunlar qaçsın, Avropada otursun, ağzına gələni danışsın. Amma ilk addım nədir? Səni həbs eləməlidirlər. Əvvəl də eləyək də. Mitinqə nəyə görə çıxırdı əksər başı çıxan adamlar? Çıxırdı ki, orada döyülsün, söyülürdü, döyülürdü. Sonra da bəlli bir karyera qururdu özünə. İndi sadəcə olaraq başqa cürə bunu eləyirlər, sosial şəbəkələr. Ona görə mənim şəxsi fikrimdir ki, o insanlarla güclə mübarizə aparmaq lazım. Onları qəhrəman etmək lazım deyil. Onları it dəftərində 5 adam tanıyırdısa, indi hamı tanıdı. Hamı tanıdı onları. Və belə tip adamlardan güya, hətta deyirlər, bəlkə nəyəsə istifadə edəcəklər. Heç vaxt uğur gətirmir. Adlar çəkmək istəmirəm, son 20 ildə. Belə tipli adamlar həmişə var. Onlara sonra bir imtiyazlar da verirlər mətbuatda. Heç bir işə yaramır. O fitrətində problem var. O insan, bağışlayız mənə, həyatdan küskündür. O insanın psixoloji problemi var. Söyüş söyən adam, ələxsus efirdə, istər ki xeylağı olsun, istəyir qadın xeylağı olsun, onun yeri məştəqdə dəlixanadır. Sadəcə olaraq ikinci dəlixanamız yoxdur da yığasan. Normal adam heç vaxt, heç kimi təhqir etməz. Ələxsus kiminsə dəyərlərini. Deməli, bu adamın psixoloji uşaqlıqdanmı deyim, küçədənmi deyim, həyətdənmi deyim, psixoloji problemləri var və bu insanlar xarici xüsusi orqanların nəzarətindədir və istifadə olunur. Bunları aparırlar tədris, təlim, məktəb adı ilə, ikinci təhsil adı ilə psixoloji tipajlarını öyrənirlər və sonra da bax, belə istifadə edirlər. Və görürsünüz, bu adamların müdafiəsi üçün nəyi paylaşırlar? Ki, qazidir, medalları var. İndi neyniyək biz?
Qazidir bunun yaxınına, qadınına və yaxud özünə əziz bildiyi bir dəyərləri söyməlidirmi? Başa düşmürəm. Onda biz nəyik? Onda biz də medalları, hər şeyimizi, şəkillərimizi vuraq, çıxaq ağzımıza gələni danışaq və əfsuslar olsun cəmiyyətimizin bir qismi bunu dəstəkləyir. Nəyə görə? Bu ciddi problemin təzahürlərini bizə göstərir. Gələcəkdə bizim cəmiyyət çox ciddi problem yaşayacaq. Və bu problemi bizim üçün xaric xüsusi orqanlar hazırlayır. Nə problemidir bu? Din və qeyri-din toplumların toqquşması. İndidən nəticəsini deyim mi sizə? Qeyri-din toplumlar darmadağın olacaq və onların heç it dəftərində adı qalmayacaq. Sadəcə o heyif ki, xalqımızın parçasıdır və onları belə xərcləyəcəklər. Nəyə görə? Yeni reallıq kim bunu istəyir bəyənsin, istəyir bəyənməsin. Amerikadan tutmuş, Avropaya qədər hamısı din üzərindən siyasət quracaqlar. Yeni hakimiyyət formatları, milli kimlik, o ənənəvi milli kimlik yox, tam başqa dəyərlər üzərində qurulur və bunun quruluşunda mütləq din faktoru istifadə olunacaq. O baxımdan, yəni ki, bunu biraz şuurən anlayan adam heç vaxt dilini uzatması lazım olmayan istiqamətə. Amma mən anlayıram, o xarici orqanları və s. çox gözəl anlayıram. Şansdır da, sadəcə olaraq mən daxildəkiləri anlamıram. Ki, lazım mütəxəssisləri niyə cəlb eləmirlər ki, ucuz və keyfiyyətli bu işi tez bir zamanda həll eləyə bilərdik. Yekunlaşdırmaq istəyirdim, amma maraqlı bir pas verdiniz. Mən də elə maraqlı bir pas verim buradan sizə. Son olaraq, demək, Trump dönənləri qeyd elədi, din məsələsini. Biz xristiyanıq, biz daha da genişlənməliyik, daha da böyüməliyik və daha da qeyd elədik. Din məsələsini çox ciddi şəkildə bir ortaya atdı və burada din faktorunun önəmli olduğunu biz bir çox yerlərdə də görmüşdük. Yəni biz təbii ki, İranda da biz bunun şahidi oluruq. Üstəgəl, məsələn, İsraildə o daşda gedib, məsələn, Argentina prezidentini gəlib ağlamağı, hətta o futbola dediniz, Messi'nin gəlib orada ağlamağı falan. Yəni bunların hamısının şahidi olduq. Ümumi biz baxdıqda Azərbaycanda biz əvvəllər dini radikallığın və yaxud da ki, din üzərindən bir çox görmürdük. Son olaraq, ümumiyyətlə, bax, bu məsələdə dövlət necə əslində necə davranmalı idi? İndi, yəni, bilmirəm, gecdimi və yaxud da ki, indi bu məsələnin üzərinə düşmək və bu təhlükə bizi ölkəyə hansı problemlər yarada bilər? Elə çox yaxşı ki, bu sualı sonda verdiniz. Yenə də deyirəm, bu məsələnin çözülməsi güc strukturların əlinə verilməməlidir. Dəyənəklə və s. ilə bu məsələ həll olunmayacaq. Daha əksinə, və mən istəyirəm ki, bu məsələdə məsul olan şəxslər bunu anlasın. Nəticə etibarilə ilə tam başqa mənzərə olur. Ya bunu qəsdən eləyirlərsə, onda mən başa düşərəm. Yox, bilmirlərsə eləyirlərsə, mütəxəssislərə müraciət eləsinlər. Mütəxəssislər bəlkə kömək eləyər. Dediyim kimi, bəlkə nəyə görə? Biz bu dövlət üçün ürəyimiz yanırıq. Mən din üçün danışmıram. Din baxışları, mənim etiqadım, mənim şəxsi məsələmdir. Heç vaxtdan nə efirdən, bilirsinizmi, əxlaq üzərindən, əgər kimsə elə bilir ki, əxlaq məsələsində nə istəyir eləyə bilər, mümkün deyil. Əgər kimsə fikirləşir ki, bu cəmiyyəti elə vəziyyətə salıblar ki, əxlaq hər şeyi itirib, tələsirlər. Düzdür, çox ağır fəsadlar görürük. Küçələrdə, cəmiyyətdə, ictimaiyyətdə, qadın, gənc, kişi, nə bilim nə, çox ağır fəsadlar var. Amma elə bu fəsadlar olmalıdır ki, bəlkə bu xalqın sağlam bir zümrəsi ayılsın. Və o sağlam zümrə ayılanda, vay bu birisilərin halına. Hələ ki, səbr eləyirlər. Baxın, həmin o dediyimiz şəxslər sünnilərə belə, vəhabilərə belə, nə bilim, sələfilər belə, amma Məhrəm ayında şiələrə toxunanda istədiyinə nail oldular. İstədiyinə nail oldular. Gördünüzmü? Hər variantdan istifadə elədilər. Söydülər xəliflərə belə, bu birisinə belə, anasına, bacısına reaksiya gəlmədi. Nəticə etibarilə ən həssas məqamda, şiələr üçün həssas məqam, bunu təsadüfən də ola bilərdi. Bayaqdan biz deyirik, Mərakeşdən tutmuş təsadüflər. Yox, təsadüf deyil bu. Və indi Məhrəm ayı qutaranda bunları həbs eləmək, elə bil ki, ikinci nəfəs verməkdir bu məsələyə. İkinci nəfəs. Kim dəstək verir bu ateist toplumuna? Feministlər, hansılar ki, həyatda subyekt olaraq formalaşırlar, cəmiyyətə kollektiv şəkildə xeyir vermək istəmirlər.
Hərəsi özünə görə subyektdir. Ailə qurmaq istəmirəm, keyf eləyirəm, hə? Azadlıq o deməkdir ki, nə istəyirəm eləyirəm. Bu tipli bəlli yaşda olan adamlar bunu eləyir. Sonra yavaş-yavaş başı daşa dəyə-dəyə görür ki, dünyanın gedişə hər nəsildə var da bu. Mən də olmuşam belə, bizdən əvvəlkilər də 60-cı illərdə. Amma fakt odur ki, bu prosesi nəzarət edib idarə etmək lazımdır. Qarşısını almaq mümkün deyil. Və son məsləhətim odur ki, dövlət maraqları nədir? Birinci o formalaşsın. Quru söz yox. Dövlət marağı nədən ibarətdir? Bu məsələdə. Dövlət hansı tərəfdədir? Dövlət dəstəkləyirmi ki, Bakıda, rayonlarda məscidlər çevrilsin, təyinatı dəyişsin? Yoxsa göz yumur bu məsələyə? Niyə görə qədim məscidlər təyinatı dəyişir, ibadətgah yerinə başqa bir şey olur? Niyə elə olmalıdır? Nə qədər bu olacaq? Və yaxud niyə başı bağlı qadınlar gedib tədrisdə, məktəbdə, oxumaqda problem yaşamalıdır? Və yaxud işə düzəlməkdə problem. Niyə buna göz yumulur? Əgər kapitalizmdirsə və bu kapitalizmdə dövlət marağı yoxdursa, onda nəticə də göz qabağında olacaq. Nəticə də göz qabağında. Ona görə burada dediyim kimi şuurlu iş görülməlidir ki, sonra başqa fəsadlar çıxmasın, idarə olunmaz fəsadlar çıxmasın. Heç kim unutmasın ki, Qarabağın azad olunmasında və o şəhərlərin, kəndlərin, Şuşanın alınmasında yenə də təkrar edirəm, müstəsna roldur. Sırf inanclı insanların müstəsna rolu. İçində ateist ola bilər, ateistə dönən də ola bilər. Amma riyaziyyatdan biraz anlayışı olan, aritmetika hətta, qoysun papağını qabağına, fikirləşsin ki, hansı prosesin qabağına gedir. Xarici orqanları anlayıram, onlar elə bunu istəyir. Biraz bu prosesi dərk edən adamlar anlasın ki, hər şey baş verdi. Daha qarşısını almaq mümkün deyil. Din faktorunun məhsusi rolu var. İctimaiyyətdə, cəmiyyətdə, hələ ki bəlli olmayan siyasətdə rolu var. Hələ ki konkretləşməyən dövlətçilikdə rolu var. Amma bu qaçılmazdır. Nisbətən 30 il ərzində Azərbaycan cəmiyyətində inanclı insanların sayını və keyfiyyətini görsək, biz anlayacaq ki, prosesin dönüşü yoxdur. Proses baş verib və gözəl də nəticələr verib. Dediyim kimi, Qarabağın azad olunması və başqa bu prosesi anlayıb idarə etmək lazımdır. Nə qarşısına çıxmaq lazımdır, nə də ki, başına buraxmağa ehtiyac yoxdur. Doğru. Təşəkkür edirəm Rizvan bəy, vaxt ayırdığınız üçün və məsələlərə də bütün dünyanın hər yerindən, özümüzə qədər hər yerindən danışdıq. Təşəkkür edirəm sizə. Çox sağ olun. İnandırım sizi Səxavət bəy. Dünyada nə baş verir, mənə heç maraqlı deyil. Amma bizim ölkəyə gəlib çatanda qalıram iki seçim qarşısında. Ya aktiv dəstək verin, ya da ki gözümü yumum, çəkilim qırağa. Allah köməyimiz olsun. Amin, amin. İzləyicilərə də təşəkkür edirəm ki, vaxt ayırdılar bizə baxdılar. Sağ olun, var olun.